Bu videoda əldə edəcəyim məlumatlar sayəsində özünüzün və ailənizin sağlamlığını asanlıqla qoruya biləcəksiniz. Dünyada insanlar sağlamlıq göstəricilərinə görə 3 qrupa ayrılır. Bura aiddir 5% sağlam insanlar, 15% hər hansı ciddi xəstəlikdən əziyyət çəkən insanlar, 80% isə xəstəlik yönü vəziyyətdə olan insanlardır. Yəni, daxilində hər hansı gizli xəstəliyi olan şəxslər çoxluq təşkil edir. Bu videoda siz 5% sağlam insanların siyahısına daxil olmağın yolunu öyrənəcəksiniz. İlk öncə sağlamlığa təsir göstərən amillər haqqında danışaq. Sağlamlığımıza 40% mənfi təsir göstərən ekoloji problemlər, kimyəvi dərmanlar və irsi xəstəliklərdir. Bunlar zaman keçdikcə orqanizmimizdə ciddi xəstəliklər yaradır və bu problemləri biz tək başına dəyişə bilmərik. Lakin həyatımıza 60% təsir göstərən həyat tərzimizi idarə edə bilərik. Bura aiddir doğru qidalanma, aktiv hərəkət, yuxu rejimi və stresin idarə olunması. Həyat tərzində bir çox məsələləri qaydasına qoysaq da, çox təəssüf ki, sağlam qida problemi ilə üzləşirik. Alimlər araşdırıb ki, insanın sağlam olması üçün gün ərzində 91 maddə, yəni minerallar, vitaminlər, amin turşuları və doymamış yağlar qida ilə bədənimizə daxil olmalıdır. Çox təəssüf ki, bu maddələri günümüzdə qidadan əldə edə bilmirik. Ona görə də bir çox xəstəliklər cavanlaşıb. Müasir dövrdə hamıya bəllidir ki, qidalarımızın əksəriyyəti sünləşdirilib ya da geni dəyişdirilib. Bəs sual yaranır ki, sağlam olmağımız üçün bu 91 maddəni hardan və necə əldə edə bilərik? Bu problemi bir çox inkişaf etmiş ölkələr həlli yolunu bioloji aktiv qida əlavələrində tapıb. Yəni, qidada olmayan 91 maddəni kapsul halına salıb, qida ilə birlikdə istifadə edirlər. Bioloji aktiv qida əlavələri məcburiyyət deyil, günümüzün tələbidir. Avropa və digər inkişaf etmiş ölkələrdə artıq 50 ildən çoxdur ki, qidaya əlavələrdən istifadə olunur. Hətta Yaponiyada aktiv əlavələrdən istifadə etməyən şəxsi işə götürmürlər. Ona görə də hal-hazırda Yaponiya dünyanın ən uzun ömürlü xalqı sayılır. Günümüzdə bir çox şirkətlər dünyada aktiv əlavələrin istehsalı və satışı ilə məşğuldur. Bu şirkətlər arasında niyə məhz Tiens kompaniyasının bioloji aktiv qida əlavələrini istifadə etmək lazımdır? Çünki Tiens şirkətinin məhsulları Alman texnologiyası ilə istehsal olunur. Bitki və təbii tərkiblidir. Ən önəmlisi də məhsulları iyonlaşdırılıb. Yəni, məhsulların 98%-i orqanizm tərəfindən rahat mənimsənilir. Hətta şirkət dünyada kalsium keyfiyyətinə və mənimsənilməsinə görə kral kimi tanınır. Şirkətin məhsulları 3 qrupa bölünür. Təmizləyici məhsullar, bərpa edici məhsullar və tamamlayıcı məhsullar vitamin və mineral ilə orqanizmi təmin edir. Bu məhsulları istifadə etməklə özünüzü sağlam, aktiv və enerji dolu hiss edəcəksiniz. Məhsullar haqqında ətraflı məlumat üçün bizimlə əlaqə yaradın.